Salam ərz eləyəm əziz dostlara. Əgər sətiyizən nöqtəzən əl üzdə vardı, siz gələklərin işlərin dalıcaq getməyəsiz. Bəlkə gələk səti işləri axtarasız. Hindi səti işlər nəyə deyilər? Xidmət üzə ərz eləyəcəyəm. Siz sətiyizən nöqtəzən ilə gələklərin riyaz qəbliləri axtarasız. Balaca casaz dalıca olasız. Qədimi neşimənqahlarda, qədimi ev yerilərdə, bastani təpələrdə və hətta o yerləri ki imkanı vardı orada sikkə səpələnə. Gələk özür yerlərdə bəqquvasız. İmkanı vardı ki şansızdan nöqtəzən buranda ətiqiyə rast gələsiz. Qabağımda bir bastani təpə vardı. Caddə sazı eləyəndə dağın yarısını yarıblar və bu bastani sazələr üzə çıxıblar. Tökülmə torpaq kamilən qabil müşahidə və rəayətdir. O ağ torpaqlar hamısı kül və töhmə torpaqdır. Vəli ondan aşağı qəhvəyi torpaq yerin təbii torpağıdır. Hava biraz çən dumanlıdır. Gediyəm yoxundan tutam. Toğlayı bəndini və sazələri dəqiqə müşahidə eləyəsiz. Bu cür yerlərdə səy eləyəz ki, 1-2 saat vəq qoyuz və nöqtəzən ilə dəqiq hər yeri bərrəsi eləyəz. Xoş, indi yoxundan da bu töhmə torpaqları siz üçün görsədim. Baxız, narın olmağından və rəngindən kamilən töhmə torpaqları rahatçılıqla təşxis vermək olayım. Üst tərəf kollən töhmə torpaqdır. Vəli bu qəhvəyi torpaq ki kollən şenomasədir, dağın təbii torpağıdır. Bu torpaqlar hamısı bastanıdır. Üst qismətdə də insanın cəsədinin sümükləri qalır. Bərək misal torpağın arasında bir dənə cüncümə müşahidə elədim. İndi məlum deyir ki, zilzilə gəlibdi, ya cəng olubdi və bu sazələr uçublar və içindəki adamlar ölüblər. Mal aşığı da burada vardı. Pəs bu təpə qədimi evlərin xaraba olan yerləridir. İhtimali vardı ki, adam iki içində ölübdi. O adamın cibində sikkə var imiş. Ya xanımı iki ölübdi. Qolunda əlangısı var imiş. Boynunda gərdənbəndi var imiş. Hər ihtimali vermək olar. Pəs yaxçısı yoxdur ki, bir cür sazələri müşahidə eləsiniz. Əgər nöqtəzən sistem yanınızda olsa, səy eləyəz ki, torpağa sistem vurasınız. Adamlar vardı ki, bir cür yerlərə nöqtəzən vurublar və mücəssəmə tapıblar, ələnqu tapıblar. Bir də bahuş adamlar bu cür yerlərdən tikə-tikə filizləri və cinciləri zəmd eylər. İndi qalıb şansıza. İhtimali vardı ki, şansızdan qızıla dəyəsiz. Məfrəği mücəssəmələr tapasız. Tikə sofallara baxız. Bu torpaqlar hamısı üstdən şumlayıb aşağı tökülüblər. Bir iddia adamlar vardı ki, gecənin qarandırığında qəbri qazaylar və narın cinsləri çölə tökəylər.
Və bir də zira adamlar da vardı ki, gələklər torpağa. Dəstgah vuraylar. Nöqtəzən ilə və hətta pinpointer ilə feles tapaylar. Pəs sizdə səyyəli zirə adamlardan olur. Gücür mühitləri müşahidə edəndə, xəlvətlikdə divarələrə nöqtəzən vurur. Dağın üst qismətindən torpağa nöqtəzən vurur. Bu cür yerlərdə vaxt qoysunuz, zərəri yoxdur. Əlbəttə bir şərtlə ki, fəqət dəstgahınız yanınızda ola və əgər nə deyiminə qazsız nəticə almazsınız. Ya haqq.